Hər vaxtınız xeyir. Şagirdlərin və müəllimlərin ən çox qarışdırdığı məsələlərdən biridir ki, cümlə üzvü mürəkkəbdir. Amma onun ifadə vasitəsi quruluşsa sadədir. Bəli, cümlə üzvünün mürəkkəb ifadə vasitəsinin sadə olduğu bir çox nümunələrimiz var. Gəlin indi bunlara diqqət edək. Bunlar hansılardır? Yoldaşlar, bunları biz harda görəcəyik? Söz birləşmələrində. Yazıram bura söz birləşmələri. Söz birləşmələri quruluşsa ya sadə olur, ya da mürəkkəb olur. Sadə söz birləşmələri iki müstəqil sözün birləşməsidir. Mürəkkəb söz birləşmələri ikidən çox müstəqil sözün birləşməsidir. Gəlin nümunə deyək. Məktəb heyəti. Bu sadədir. Amma məktəbin güllə heyəti. Bilirəm, buraları bilirsiniz. Bu mürəkkəbdir. Sadəcə burada sadədən başlayaraq mürəkkəbə doğru gedəcəm ki, başa düşəsiniz. Gəlin bir nümunə yazıram. Yazıram ki, kitab oxuyan qız gəldi. Təhlil edirəm. Gəldi. Kim? Qız. Hansı qız? Kitab oxuyan. Mən deyəndə ki, burada təyin ifadə vasitəsi nədir? Deyirsiniz mürəkkəb. Niyə? Çünki feili sifət tərkibidir. Bəs təyinin ifadə vasitəsi nədir? İfadə vasitəsi. Deyəcəksiniz söz birləşməsi. Bəs təyinin ifadə vasitəsinin quruluşu nədir? Təbii ki də sadə. Çünki burada söz birləşməsi iki müstəqil sözdür. Bəs biz təyin ifadə vasitəsini mürəkkəb eləməyimiz üçün nə etməliyik? Onun qarşısına dünən, hər gün kitab oxuyan qız gəldi. Bax, gördünüz, 3 dənə müstəqil söz olduğuna görə həm təyin mürəkkəb oldu, həm təyinin ifadə vasitəsi mürəkkəb oldu. Gəlin bir fərqli nümunəyə baxaq. Yazıram ki, qulaq asan qızlar gəlsin. Gəlsin kim? Qızlar hansı qulaq asan? Burada təyinin quruluşu nə olacaq? Bəli, sadə olacaq. Bəs təyin ifadə vasitəsi nə olacaq? Frazoloji birləşmə olacaqdır. Və yaxud da siz buna sadəcə feili sifət də deyə bilərsiniz, amma tərkib deyə bilmərsiniz. Frazoloji birləşmələrlə ifadə olunanda sadə. İndi biz buradakı təyini mürəkkəb eləmək üçün nə etməliyik? Dərsə qulaq asan. Dərsə qulaq asan qızlar gəlsin. Əla, super. İndi mənə deyin görün, təyinin quruluşu necə oldu? Mürəkkəb təyin oldu. Bəli, bəs təyinin ifadə vasitəsinin quruluşu necə oldu? Dərs bir söz, qulaq asmaq da, dinləmək də bir söz. İfadə vasitə deyirəm ha. Bir söz. Elədi neçə söz? 2 söz olanda biz söz birləşməsinin quruluşuna necə deyirdik? Bəli, sadə deyirik. Yəni bu qədər yoldaşlar. Kim başa düşməsə yazsın, yenidən geniş bir izah verəcəm sizlər üçün.